Vurğundu Səməd Vurğun. Səməd Vurğun. Yəni Səməd Vurğun kütlə qarşısında o çıxışı həmin dövr üçün sonu güllələnmə deyil idi. Sonu güllələnmə idi xanım. Məsəl bir şey deyim. O vaxtı Səməd Vurğun Moskvada oxuyub. Moskvada 2 il oxuyanda Şoloxovla, Tixonovla, Fadeyevlə dost olublar. Ondan sonra gəlib qardaşı deyib ki, sənin üstü qutarmırsan, sən kimsən ki, nəsə. Bunu gətirib AP'yə qoyublar. Görmə bunların müəllimləri bekar şeydi, məni kimi heç nə bilmirlər, dünyadan xəbərləri yoxdur. Deyirlər, nə oxumuram bunu. Amma akademiyanın sədri qoydular onu savadına görə. Onun heç bir diplom olmayıb. O məsəl üçün o kamança çalan Habil var da. Bu iş bir texnikumda qutarmayıb. Texnikumda deyir, mən ona dalaşırdım, mənim yaxın dostum idi. Mən onunla dalaşırdım ki, sən niyə indiyə qədər bir adam yetişdirməmsən? Deyir, Rəşid müəllim, mən kütədən götürüb uşaq yetişdirə bilməzdim. Mən dedim ki, məni bu texnikumda zadda musiqi məktəbində mən dərs deyim. Nə, sənin diplomun yoxdur deyə məni dərs deməyə icazə vermədilər. Bu qədər istedadı qəbul eləməmişik yəni. Fitri istedadı qəbul eləməmişik. Eləməmişik elə şeylər. Nəsib var idi, bir dənə tarçalan bir adam idi. Bütün xalq mahalları adından hamısını nota köçürdü. Onu qəbul eləmirdilər. Sənin diplomun yoxdur, sən konservatoranı qutarma. Ayıbdır. Sovet dövlətinin bu zadlar var. İstedada inanmırdılar onlar. Kağıza, diplomun olsun. Rəşid müəllim, bu müstəmləkəçiliyin verdiyi o şüuraltı psixologiya deyil sizcə ki, müstəmləkə rejimə salınan subyekt rolunu oynayır, müstəmləkəçi obyekt rolunu oynayır. Obyekt, bəli. Obyekt inandırır subyektə ki, səni tərəqqiyə mən aparıram. Sizcə elə bizi bunu inandırmırdılar? Bax, sən nə inə bilərsən? Bax, yox. Bax, bu dəqiqədə sən qorxursan, deyə bilmirsən, mən deyirəm. Rus dövləti işğalçı bir dövlətdir. Yox, qorxmuram, deyərəm. Deyərəm, təsdiqləyirəm sizi. Bax, qulaq al. Xəritəyə baxın. Dünyada ondan böyük dövlət yoxdur. Qulaç gəlmir xəritədə ona. Gəlib Qarabağda bir xan kəndi var. Gəl o kəndi yiyələnib orada durursan. Sən nə edirsən burada? İşğalçı bir dövlətdir də. Ömrü boyu da belə olub. Haqlısınız. Yazıq xalqları, sən nə demirəm, elə yenən işğal elə də inkişaf elətdir. Bunları bir inanırsan, mən razıyam ondan. Sən böyük dövlətlə işğal elədiyin kimi inkişaf elətdirmirsən axı bizi inkişaf. Bax, o Sovet dövründə gəncliyi keçən biri olaraq, sizcə... Çox ağır keçib mənim gəncliyim, açıq deyirəm. Bu onda biz inkişaf etməmişik həmin Sovet hökuməti dövründə. Sovet dövründə... O inkişaf sayılmır. Müstəmləkə rejimindəki inkişaf. Öz başına buraxsan, biz dindən başqa heç nəyə getməyəcəkdik, açıq deyirəm. Dinlə də getmək, Allahın məsəllə deməklə də qarın doymur. Xanım, niyə Türkiyə 5 il onun topuna üstün gələn bir top olmayıb? Dünyaya ilk topu yaradan onlar olub. 5 əsri, 500 il.